Salam hər kəsə. Mən Əli Əhmədov, sizin ingilis dili müəlliminiz. Daha bir vəsaitin izah videoları ilə qarşınızdayım. Çalışacağam ki, bu vəsaitin içindəki bütün mövzuları çəkib YouTube kanalıma yerləşdirim. Siz isə sadəcə videoları bəyənməklə və kanala abunə olmaqla mənə dəstək ola bilərsiniz. Əlavə olaraq izah etdiyim yerlərdə kimin harda sualı olsa kommentə yazsın, mütləq qısa zamanda cavablandıracağam. İsim bölməsində Cases of Nouns, ismin halları mövzusu ilə davam edirik. 95 dənə testdir, amma bilməli olduğumuz əsas odur ki, deməli, yəli halı apostrof S düzəldir. Məsələn, Tom's friend, Tomun dostu. Deməli, apostrof S harda gəldi olmağı deyil də, apostrof S-dən sonra isim gəlməsi lazımdır. Tom's friend oldu Tomun dostu. İsim olmayıb, həmin ismə aid olan sifət də ola bilər, hansı ki, həmin ismi təyin eləmiş. Tom's old friend, Tomun köhnə dostu. Yenə də yəli hal əmələ gəlmiş olur. Amma digər vəziyyətlər də var ki, apostrof S var, amma yəli hal deyil. Məsələn, Scott olanda Tom's got, yəni Tom has got deməkdir. Apostrof S-dən sonra article gələndə Tom is a schoolboy. Tom is a schoolboy mənasında oldu. Və yaxud feil gəlibsə, Tom's read, yəni Tom has read mənasını verir. Tom apostrof S-dən sonra my əvəzlik gəlibsə, Tom is my friend mənasını verir və s. Həmçinin who, what, where və s. sonra apostrof S gələrkən who is Tom, what is Tom, where is Tom və s. verir. İndi testlərdə daha ətraflı baxacağıq. Bir də bizdən istəyir yenə yəli hal. A variantında novel apostrof S-dən sonra isim gəlməyib. The novel is very interesting deyir. Əsər çox maraqlıdır. B-də our chief apostrof S, our chief is going to Europe. Bizim müdürümüz Avropaya gedir. Is going to'dur. Bu yəli hal deyil. C variantında Rocky's made. Rocky has made deməkdir. Rocky has made over 100 films. Rocky 100-dən çox film edib, çəkib. Deyir ki, we listened to the professor's words. Amma buna baxın, professor apostrof S, sonra da isim gəlib. Professor's word, professorun sözləri. Biz professorun sözlərinə diqqətlə qulaq astıq. E variantında ki, who is that man? Yəni, who is deməkdir bu. Həmin adam kimdir? Burada yəli hal yoxdur. 2-də, deməli, Jane apostrof S, sonra deyir ki, Jane's reading. Jane is reading deməkdir. Jane is reading a novel. İndiki davam edici zamandır bu. B variantında Nick's got. Nick has got deməkdir. Bu Nick'in varıdır. C variantında the girl's got. Yəni the girl has got. Qızın varıdır deməkdir. Yəli hal deyil. Amma D variantına baxın. When will Alice's granny? Alice's granny olur Alice'in nənəsi. Ona görə yəli halda D variantı olur. E variantında da ki Pat's my neighbor, yəni Pat is my neighbor deməkdir. Pat mənim qonşumdur. Burada yəli hal göstərən bir şey yoxdur. Çünki apostrof S-dən sonra isim yoxdur, əvəzlik var. 3-də Helen's new coat. Helenin yeni paltosu. Bəli, apostrof S-dən sonra birbaşa isim gəlməyib. İsim və apostrof S-in ortasında nə var? Sifət var. Məsələn, Tom's old friend, Tomun köhnə dostu, Helenin yeni paltosu və s. Bir variantında Helen apostrof S-dən sonra A var, article var. Ona görə olmayacaq. Helen is a new student. Helen is my best friend. Helen is writing a letter. Helen indiki davam edici zamanda məktub yazmaqdadır, yazır. Helen is writingdir bu. Helen is a school girl'dur bu. Ona görə heç biri olmadı. 3-də biz seçdik A variantını. Helen's new coat. Helenin yeni paltosu. 4-də it is warmer deməkdir bu. Who is, what is, it is, where is apostrofası gəlibsə it is deməkdir. It is warmer. Daha istidir. Bir variantında the child's gift. Uşağın hədiyyəsi olsun yəli halda bunu götürə bilirik. C variantında what is the weather like today? What'dan sonra gəlibsə what is deməkdir bu. Olmayacaq. D variantında boy is wearing deməkdir. Bu oğlan geyinir. İndiki davam edici zaman. E variantında who is that old woman? O yaşlı qadın kimdir? Yəni isdir, bu yəli hal deyil. Yəli hal amma 4-də hansındaydı? B variantında child's gift, uşağın hədiyyəsi. 5-də the woman's making a dress. Woman's, qadın apostrof S, isim deyil bu, feildir. Woman is making a dress. Bu yəli hal olmadı. B variantında 5-in unsent. Bu isim deyil, feildir. Un has sent. Un göndərib. C variantında she's already. Already görürsünüz bu isim falan deyil axı. She has already come deməkdir. Bu o artıq gəlib. D variantında children's success. Uşaqların uğuru. Success isimdir.
apostrof S-dən sonra gəlib və düzgün formada işlənib. 5-də deməli oldu D variantı. 6-da apostrof S-dən sonra got gəlib. Got, yəni has got deməkdir. Pete has got a new brown scarf olmadı. Yeni brown şarfı var deməkdir. Yox. Bir variantında Jack's received. Receive fiil deyil axı. İsim deyil axı, fiildir. Jack has received deməkdir bu. C variantında it is pleasant. Yenə it is'dir bu. D variantında the man's reading. The man is reading'dir bu. Çünki məndən sonra fiil gəlib. Man's book olsaydı və yaxud man's newspaper olsaydı, hə, kişinin qəzeti, kişinin kitabı, amma man is reading, kişi oxuyur. E variantında amma children's room, uşaqların otağı yəli hal sayılır və düzgün formada işlənib. 6-da E variantı. 7. Yəli hal istəyir bizdən yenə. My brother has taught me swimming. Qardaşım mənə üzməyi öyrədib. Has taught me. Bu yəli hal deyil. S-dən sonra got gəlib. Alice's got. Alice'in varıdır. Alice'in filan şeyi deyil ki bu. Alice'in nəysə var. Bu yəli hal deyil. C variantında he is washing'dir bu. D variantında his father's research. Onun atasının research'ü, yəni araşdırması. Research isimdir. Apostrof S-dən sonra gəlib, deməli 7-də D variantını götürəcəyik. 8-də yenə bizdən düzgün variantı istəyir. Yesterday's meeting. Dünənin görüşü, meetingi. Dünənki görüşmə olsun, meeting isimdir. Ola bilər. 2-də the women's bags, qadınların çantaları. Women sözü baxırıq ki, cəmdədir. Cəmdə olan isimdən adətən apostrof S yox, S apostrof olur. Amma women sözü qaydasız cəmlənən isimlərə aiddir deyə bunun apostrofunu özündən sonra apostrof S formasına qoyuruq. Yəni düzgündür. Məsələn, children's room, uşaqların otağı yenə düzgün olmuş olacaq. 3-də three piece of luck yox, three pieces olardı bu. Three çünki müəyyən miqdar sayından sonra gələn söz cəmdə olmalıdır. Ona görə 3 olmaz. 4-də də ki, 2 weeks holiday. Week cəmdədir deyə normalda S artırmaqla cəmlənən sözlər iyəli hal olması üçün olardı. Week, weeks, apostrof. Apostrof özündən sonra olardı. Amma məsələn, ikinci olan istisnadır çünki bu qaydasız cəmlənən isimlərə aiddir deyə apostrof S formasında oldu. 8-də deməli 1, 2. Oldu 8-ə E variantı. 9. Today's reality olsun, bugünün reallığı. 2-də the man's suits. Men, women. Bunlar qaydasız dəyişəndir deyə apostrof bu men apostrof olardı. Ona görə 2 olmaz. 4-də olmaz çünki 2 days. 2 müəyyən miqdar sayından sonra gələn isim cəmdə olmalıydı. Cəmdədirsə də day apostrofsu yox, days apostrof formasında cəmlənməli idi. Ona görə 4 də səhvdir. 3 düzdür amma nəyə görə? Bir düzdür, bu cəmdə, cəm mənasındadır. Birisi də fish, deer, sheep, bir də swine. Bunlar elə isimlərdir ki, təki də, cəmi də eynidir. Yəni cəmdə S şəkilçisini qəbul eləmirlər. Yəni təkdə olsa da, cəmdə olsa da, yəli hala girəndə sadəcə apostrof S formada artırırıq. Yəni elə burada yazılan kimi. Ona görə 1 ilə 3 düzdür. 9-da A variantını götürəcəyik. 10-da Mir Jalal's favorite writer. Deyirsiniz ki, Cəlaldır, favorite writer. Cəlalın sevimli yazıcısı deyib birdən çaşıb götürərsiniz. Amma görürsünüz ki, burada my əvəzliyi var. Mir Jalal's favorite writer deyil bu. Mir Jalal is my favorite writer. Mir Jalal mənim sevimli yazıcımdır deməkdir bu. Yəli hal yoxdur. Bir variantına my friend's bought, my friend has bought bu. Jane's answer. Jane'in cavabı olsun. Answer isimdir. Apostrof S-dən sonra gəlib, ona görə ona C variantını seçə biləcəyik. 11-də. D-yə baxın. Men apostrofsu olmalıydı. Çünki bu formada cəmlənənlərdə apostrof axırda olmur. E variantında ki, Jack is a studentdir bu. Jack student olsaydı E olmadan. Jack student. Elə bir ki, Jack müəllimdir. Jack student olur, Jack'in tələbəsi olsun. Amma Jack is a studentdir bu. Çünki apostrof S-dən sonra artikel gəlib. 11. It is our new school. Bir variantına baxın amma. Doctor's room. Həkimin otağı. Yaxşı formada, düzgün formada işlənir. Ona görə 11-ə B-ni götürəcəm. C olmur. Who is?
their favorite. D variantında what is. E variantında da ki she's got. She has got blue eyes. Onun mavi gözləri var. Onun için. 1. 2 hours walk. 2 saatlıq gəzinti. Olsun müəyyən miqdar sayından sonra cəmdədir bu isim. Və cəmdə olduğuna görə apostrof axırı işlənib. Ona görə bir düzgündür. 2-də amma 5 months apostrof axırda olmalıdır. Ona görə 2 səhvdir. 3. Today's newspaper. Bugünün qəzeti. Bugün cəmdə deyil ki, normal isimdə də today apostrof s olmalıydı bu. 4-də də ki 3 kilometers away müəyyən miqdar sayından sonra cəmdə olan isimdir. Cəmdə olduğuna görə də apostrof ən axırdadır. Ona görə düzdür. 12 də oldu 1-4. Yəni E variantı. Keçək 13-ə. Where is your English book? Heç. İzi gizlətməyə də çalışmayıblar apostrofla falan. Where-in yanına yazmaqdan bu qətiyyən gəlik hal deyil. Cəhd belə eləməyiblər gizlətməyə. B variantında it is very good. Gəlik hal deyil. C variantında what is your father? Atan nəçidir mənasında. What nə deməkdir? Amma insana deyirsənsə ki, what is filan kəs, yəni filan kəs nəçidir, nə işlə məşğuldur deməkdir bu. Olmur, yenə də what is-dir bu. D variantında Pete's parents, Pete'in valideynləri, apostrof S, sonra isim gəlib, ona görə D-ni götürürük, Pete'in valideynləri. E variantı nədir bəs? An's got, an has got deməkdir. Anın varıdır, çoxlu karandaşları. 13 oldu D variantı. 14. Gəlik hal istəyir. This book is Kate's. Bu düzgündür. Niyəsini deyəcəm axırda. Səhvləri çıxardıq. Kate's read, yəni Kate has read deməkdir bu. C variantında Kate is beautiful deməkdir. D variantında Kate's got, yəni Kate has got deməkdir. Kate's my elder sister. Kate is my elder sister. Kate mənim böyük bacımdır deməkdir. Heç biri olmadı. Amma burada da Kate's var, amma bundan sonra isim yoxdur. Yəni də biz bunu götürə bildik. Nəyə görə? Çünki əslində isim burada var, sadəcə ixtisar olunub. This book is Kate's. Bu kitab Kate'indir. Və yaxud Kate'in kitabı. İstəsə bura this book is Kate's book yaza bilərik. Bu kitab Kate'in kitabıdır. Kate's book, Kate'in kitabı. Amma təkrarçılıq olmasın deyə buradan götürürük sadəcə this book is Kate's. Bu kitab Kate'indir formasında olub. Yəni biz bunu özümüzdən artırmadıq. Sadəcə özünün olması potensialı var idi və ixtisar olunub deyə gördük. Yəni harda ürəyimizdən nə istəyir artırıb gəlik halda deyə bilmərik, amma burada uyğun gəldi. 14-də oldu A variantı. 15-də. I haven't read today's news yet. Today's news bugünün xəbərləridirsə apostrof burada olmalıydı. B variantında Princess's diamonds were too expensive. Demək istəyib ki, şahzadənin almazları çox bahalı idi. Olsun. Princess'dən sonra 3-cü apostrofu, 3-cü S apostrofla artıra bilərik. Bu düzgün formadır. Ona görə 15-ə B variantını seçə biləcəyik. Şahzadənin almazları. C variantında 2 months holiday apostrof axırda olmalıydı. D variantında 15 minutes walk apostrof, yəni axırda olmadığı üçün ki cəmdədir. E variantında Jack's and Mary's wedding. Jack'in və Mary'nin toyu. Burada Jack's wedding olsaydı Jack'in toyu düz olardı. Mary's wedding olsaydı yenə düz olardı. Amma bir damcı mürəkkəb məsələ var burada. Jack və Mary'nin toyudursa ikisi deməli bir yerdə evlənirlər. Onda ikisi bir yerdə evlənirsə hərəsinə ayrıca apostrof israf eləmək olmaz. İkisinə bir dənə apostrof s bəs eləyərdi. Jack and Mary's wedding olardı. Çünki ikisi bir evlənirlər. Bəs mən nə bildim, ikisi bir evlənirlər, bəlkə ayrı-ayrı toyları var. Ayrı-ayrı toyları varsa da İkisinə bir dənə toy kimi wedding olmazdı. Onda wedding cəmdə olardı. Məsələn, belə olsaydı. Jack's and Mary's weddings. Jack'in və Mary'nin toyları. Hə, onda düz olardı. Onda amin deyərdik. Amma belə olanda deməli, ikisi bir evləniblər, wedding təkdədirsə, ikisi bir evləniblərsə də hərəsinə ayrı apostrof s israfdır artıq. Bəslərdir ikisinə bir dənəsi. Ona görə 15-də bizim oldu. Düzgün cavabımız B variantı. 16. The Smith's house. Baxın, bu D soyadın qarşısında varsa, The Smiths deməli Smithlərin deməkdir bu. Smith ailəsinin deməkdir bu. Smith ailəsi də apostrofu özündən sonraya götürəcək deyə ailə bir növ cəm bildirir axı. Ona görə apostrof s yox, s apostrof olacaq. Yəni bir səhvdir.
Bir adamdan söhbət gedir. Mr. Smith olsaydı, hə, bir adamdır. Amma cəmdədir bu, ailədən söhbət gedirsə S apostrof olacaq. Ona görə bir səhvdir. 2-də Nick's and Helen's hair. Olsun, Nick'in və Helen'in saçı eyni rəngdədir. Yəni hərəsinin ayrı-ayrı saçı var deyə, hərəsinə də ayrı-ayrı apostrof S gedib. Ona görə 2 düzgündür. 3-də The fireman's work. Fireman nədir? Yanğın söndürənlər cəmdədir. Amma mən kişi, mən adam cəmdə olur men. Həmçinin fireman təkdə, fireman cəmdədir. Yəni qaydasız cəmlənən isimlərdəndir deyə. Uzun sözün qısası apostrof, fireman apostrof S olmalıydı. S apostrof yox, ona görə 3 səhvdir. 4-də Tourists found their way after an hour's search. An hour's search. 1 saatlıq axtarış və yaxud birə-bir sözbəsöz tərcümə etsək, 1 saatın axtarışı. Yenə 4 də düzdür. Hour'dan apostrof S gəlib sonra, bir də search isimdir. Olsun, 2-4 düzgündür. Baxaq 5-ə. Ted and Jack's room is large and light. Ted və Jack'in otağı geniş və işıqlıdır. Olsun, ikisinin deməli bir otağı var. Rooms olsaydı, otaqlar olsaydı, hə, yəni çox otaqdır. Amma bir otaqdırsa, ikisinin bir otağı var və hərəsinə ayrı-ayrı apostrof S deyil, ikisinə bir dənə apostrof S-i işlədiblər, ona görə düzdür. Cavabımız olacaq 2, 4, 5, 16-ya, yəni A variantı. 17. A few months journey, bir neçə aylıq journey. Səyahət, nə bilim, gəzinti. Amma cəmdə də deyə months. Apostrof axırda olacaq. Burada yox. 1 getdi. 2-də a week's rest, bir həftəlik dincəlmək, bir həftəlik istirahət. Week təkdədir, özündən sonra apostrof S gəlib və rest ismi gəlib, ona görə 2 tamamilə düzgündür, 2-ni götürə biləcəm. Men's, men apostrof S olmaydı nəyə görə? Məndir, womandir, children'dır bunlar. Men, women, children bunlar qaydasız dəyişən isimlərdir deyə. Qaydasız cəmlənən isimlərdir deyə apostrof S olur. S apostrof yox. D variantı yesterday's news düzdür. Bu da women apostrof, women's shoes olardı. Ona görə 2, 4, 17-yə E variantı. 18. Students marks. Bəli, düzgündür. Cəmdədirsə apostrof S yox, S apostrof olur. Children's marks olsaydı səhv olardı. Çünki children hansından idi? Children, elə bil ki, qaydasız cəmlənən isimdir deyə children apostrof S olardı. Amma students normal cəmlənib deyə students apostrof marks. Düz. 2. Childs, nəyəcə bu yazılış səhvdir, çünki cəmlərində childs deyə bir söz yoxdur, children'dır. Yox, bir dənə uşağın oyuncaqları, uşaq təklədirsə də yenə də child apostrof S olardı. Ona görə 1 düzdür hələ ki, 2 səhvdir. 3 düzdür, men's düzgün formada cəmlənib. Kişilərin kostyumları. 4-də 2 hours, 2 saat cəmlədir deyə S apostrof olardı, 4 səhvdir. The night's darkness, gecənin qaranlığı olsun. Night apostrof S, the darkness də isimdir. Deməli 1, 3, 5, 18-ə E variantını götürdük. 19. What is the main idea of the story? Hekayənin əsas ideyası nədir? Burada yelik hal yoxdur. What is-dir o çünki. Bir variantına baxaq. Though she is not so young, baxmayaraq ki, o çox da gənc deyil. Her hair is grey. Onun saçı bozdur. She is, bu she is-dir. Amma diqqətli olun, axıra kimi oxuyun. Her hair var. Deyirsiniz ki, yəqin mən çaşdırmaq istəyib birincidə deyil də ikinciyə qoyub. Amma ikinciyə yenə diqqətlə baxın, həmişə diqqətli olun. Her hair is greydir bu. Her hair is grey. Onun saçı bozdur. Bu nədir? Apostrof S, is-i əvəz edib. Her hair is grey. Elə bu da is əvəz edib, heç bir halda bir variantında yelik hal yoxdur. Deməli, 19-un C variantına baxaq. Azərbaycan is a land of fires. Bu da is-dir. Yelik hal deyil. D variantında it is a long distance. Bu da yəni it is a long distance. Uzun məsafədir. Yelik hal deyil. Azərbaycan's oil. Buna baxın. Azərbaycanın nefti. Azərbaycan's oil production. Azərbaycanın neft istehsalatı. Neft istehsalı. Bu kontekstin içində görürük ki,
Burada yelik haldan söhbət gedir, ona görə yelik haldır. 20. Yesterday's newspapers. Dünənin qəzetləri. Newspapers cəmdədir. Olsun, amma newspapers yox, elə yesterday'ə baxacağıq biz. Yesterday təkdədir və düzgün formada da cəmlənib. Yesterday's newspapers. Dünənin qəzetləri. Dünənin 1000 dənə qəzeti ola bilər. Dünənin bir dənə də qəzet ola bilər, amma dünən özü təkdədir yoxsa cəmdə? Dünən cəmdə deyil, təkdədir ona görə. Apostrof S ilə də düzgün formada cəmlənib. Yəni 20-ci cavabı oldu A. Bir variantında it is a long way. Who has won? Kim qazanıb? Nick is trying. Nick çalışır. She is got. She has got deməkdir. Heç bir gəlik hal deyil. 21. 21-də it is very hot. It is very hot. Bu gəlik hal deyil. Is'dir. She has already read. O artıq oxuyub. Deməkdir. 3-də. Mother's Day. Mother's Day düzgündür bu, bəli. 3-ü götürəcəyik. Analar günü, anaların günü. İkinci növ təyin söz birləşməsi, üçüncü növ təyin söz birləşməsi, hər bir halda yəlik hal var. 4. David followed his brother's example. Qardaşının nümunəsi. And joined the army. Və orduya qoşuldu. Qardaşının nümunəsini izlədi. Yəni, qardaşından örnək aldı və orduya qoşuldu. 3-4 ona görə düzgündür. 21-ə C variantı. 22. The boy's hands. Oğlanın əlləri olsun, yəli çaldı. Is your family planning the next year's holiday? Next year's holiday növbəti ilin bayramı. 2 düzdür. Let apostrofusuna da let's go. Let us go, yəni gəl gedək. Let us go. Bizə icazə ver, gedək. Gəl gedək. Ona görə let's go, let's rest, gəl istirahət edək. Bu yəli çal deyil qətiyyən. It's getting dark. It is getting dark. Burada deməli it is getting dark. Şeydir bu da. Is'dir bu, yəli çal deyil. Boy's hands, next year's holiday. 1, 2, 22'ye götürdük biz. D variantını. 23. What is? Bu yəli çal deyil. It is deyil. Bu yəli çal deyil. It is'dir bu. Amma Tom's birthday olanda buna görə götürə biləcək. It is Tom's birthday today. Bugün Tom'un ad günüdür, olsun. 3. Kate's books. Kate'in kitabları yenə olsun. Apostrof S gəlib, sonra isim gəlib. 2-3. Let's-dəki dedikdə let's go, let's translate, let's rest. Bu yəli çal deyil. Let us translate deməkdir bu. Let us go deməkdir o. 2-3 yəni 23-də B variantı. 24. The Browns children demişdim ki bayaq. D varsa familiya deməkdir, ailə deməkdir. Brown ailəsinin uşaqları və The Browns olanda cəmdədir deyə S apostrof olur, yəni bu düzgün formada artırılıb. Mr. Browns olsaydı tək olardı, məsələn, Mr. Browns olardı, amma bu The-dirsə S apostrof olmalıdır. Apostrof S yox, yəni 2 səhvdir. Child's, uşağın oyuncaqları deyirsənsə, child apostrofsu deyirsən. Uşaqlar cəmlədirsə, yenə belə eləmirsən, kökündən düzgün formada cəmləyirsən, children's. Bu formada cəmləyirsən, children'dan sonra da apostrofunu qoyursan. Yəni 4-də olan formada. Düzdür, 3 səhvdir. 24-də cavabımız 1-4, yəni A variantı. 25. Tim's playing, yəni Tim is playing deməkdir, çünki isim deyil bu. Tim is collecting, Tim is collecting. Tim oynayır, Tim toplayır. Tim's got, Tim has got deməkdir, Timin vardı. Where's Tim, where is Tim deməkdir. Tim hardadır, yeli çal yoxdur. Amma D variantında Tim's hobby, Timin hobbisi nədir? Is building models. Maketlər düzəltmək, modellər düzəltmək. 26. The girl's been, the girl has been deməkdir bu. Ona görə yeli çal deyil. 2. Richard is living deməkdir bu. Richard is living. Olmaz. 3-də amma baxın. Anne's relatives, anın qohumları. Apostrof S gəlib və isim gəlib. Anın qohumları. 4-də my sister's friend, bacımın dostu. Yəni olsun. 3-4 uyğun olur 26-ya. C variantı. 27. At my uncle's. At my uncle's düzdür. Əmimgildə. At my uncle's house'dur da, elə bil ki, uncle's house belə təsəvvür edin. Əmimin evində, yəni əmimgildə. Və bu düzdür, xəyali olaraq da olsa var. Uncle'dan sonra xəyali olaraq bir house təsəvvür edin.
apostrof s gəlib, isim gəlib, deməli düzdür bu. My uncles'dır, my aunt'dur və yaxud at qəssab dükanı var, butcher'sdır, chemist'dir. Onlar hamısı yəlik hal sayılır. Çünki məsələn butcher's shop, qəssabın dükanı. İndi testdə qabağımıza çıxanda baxacağıq yenə. Bir düzdür, uzun sözün qısası. 2-də Brian is going deməkdir bu. Brian is going to take part in race. Brian yarışda iştirak edəcək. Brian O'Connor'dır yəqin ki. Brian is going to deməkdir. Bu zaman formasıdır. Yəni is going to. Will'in biraz başqa formasıdır. Gələcək zamandır bu da. Is going to. Brian is going to. Yəni yəli çal deyil. 3. Jane's got, Jane has got deməkdir bu. 4. The Simpsons arrival surprised us. Simpsonların gəlişi bizi təəccübləndirdi. Simpsonlar həmişə təəccübləndirir onsuz da. Simpsonlar ailədir, cəmdədir və S apostrof var, düzdür deməli. 1, 4, 27-yə E variantı. 28. The teacher's dictionaries, müəllimlərin lüğətləri, müəllimlər cəmdədir və S apostrof var, düzdür. Sportsman, mən görürsünüz burada deməli qeyri-standart qaydada cəmlənən isimlərdəndir və apostrof S artırılıb olsun və sonra da ismi də var yerində olsun, 1, 2. O birislər nə səhvdir? The Browns Z varsa deməli familiyadır, ailədir bu və cəmdədirlər. Cəmdədirlərsə S apostrof olardı, apostrof S yox. 2 miles distance. 2 mile 2 millik məsafədirsə müəyyən miqdar sayından sonra gələn isim ingiliscəsində cəmlənməlidir və cəmlənibsə də apostrof S yox, S apostrof olmalı idi bu formada. Ona görə 28-də A variantı. 29. Sarah's apostrof S var amma article gəlib. Sarah's a new student. Sarah is a new student. Sarah yeni tələbədir, olmaz. Amma bir-yə baxın. Sarah's report. Sarah'nın məruzəsi. Ona görə isim deyə apostrof S də var. 29-a bir düzgün oldu. 30. Steve's writing. Steve is writing deməkdir bu. Steve yazır. Is writing. İndiki davam edici zaman. Steve is a smart little boy. Bu article var. Yəli çal deyil. Steve's görürsünüz isim gəlməyib. Amma Steve's brother, Steve'in qardaşı və yaxud Steve's little brother, Steve'in balaca qardaşı. Bu sifətdir, amma bu Steve'dan sonra gəlmiş ismi təyin edən sifətdir deyə düzgündür. Steve'in balaca qardaşı 30-a C-ni götürə bildik. 31. Baby is crying deməkdir bu. Sarah is living deməkdir bu, yəli çal deyil. Peter's father amma olur, Peter'in atası, ona görə 31-ə C variantını götürə bildik. 32. My father's boss, atamın müdürü olsun. Rahatca 32-yə A variantını götürə bilirik. Əgər bura görürsünüz is going to gedir. Bura bir dənə də my father's boss, bir dənə də apostrofu buralara artırıb çaşdıra bilərdi. İzin əvəzinə, amma izin özünü veriblər. Burada düzgün formada yəli çal işlədi bilər. 32-yə A variantı. Bu his friend has got deməkdir bu. The girl is reading deməkdir bu. David is an engineer, izin qısaldılmasıdır. Their son is a reliable person, onların oğlu inanılan, güvənilən bir adamdır. Reliable. Ona görə də son izin qısaldılmasıdır bu, olmur. 33. The boy is playing'dir bu, izin qısaldılmasıdır. The child's toy, amma uşağın oyuncağı olsun. Düzgün formada yəli çalın istifadəsini müşahidə edirik burada. 33-ə B variantını seçdik. 34. Mike has got deməkdir, bu olmadı. My teacher is explaining, müəllimim izah edir. İndiki davam edici zaman is explaining, izin qısaldılmasıdır buradakı. Bir də olmayacaq. C variantında his family is moving. Onun ailəsi köçür. Is moving, yəni indiki davam edici zamandır bu. D variantında Daniel is singing. Daniel oxuyur. İndiki davam edici zamandır. Konsertdə oxuyur. Amma E variantına baxın. The girl's exam. Qızın imtihanı. Exam isimdir çünki qızın imtihanı düzgün formada yəli çal oldu. 34-də E variantı. 35. He is doing deməkdir bu. Olmaz. Pat is cleverer than his mates. Yoldaşlarından daha ağıllıdır. Is'dir bu. My son is crying. Yox, bir saniyə. Seni axırda deyəcəm. Deyə baxaq. Kevin has got deməkdir bu. E variantında mən dediyim my son is crying. Oğlum indi ağlayır. Bu indiki davam edici zamandır 100%. Çünki now var. Now varsa
is crying now. İndi ağlayır. Yəni indi ağlamaqdadır. Bu indiki davam edici zamandır. Amma C variantındakı indiki davam edici zaman deyil, yəli çaldı. Niyə? My son's crying. Oğlumun ağlaması. Oğlumun ağlamağı. Sadəcə crying elə bil ki, məsdər formasındadır. Oğlumun ağlamağı deyərkən, yəni oğlumun yəli çal olduğuna görə, yəni hardan dəqiq bildik? Kontekstə baxaraq bildik. Ardını oxusaq görəcəyik ki, awoke us immediately. Bizi dərhal oyatdı. Oğlumun ağlamağı bizi dərhal oyatdı. Ona görə 35-də C variantı yəli çaldı. Amma Y-dəkinin yəli çal olmadığını ondan dəqiq bildim ki, nə bizə ipucu verir ki, bu zamandır. İndiki davam edici zamandır. 36-ya baxaq. 36-da children's clothes, uşaqların paltarları düzgün formada cəmlənib. Məsələn, belə olsaydı səhv olardı, amma belə düzdür. 1, 2. 2 weeks cəmlənibsə, apostrofu bura düşməli idi. Tomorrow's təkdədir və düzgün formada işlənib. 3, 1, 3. The police, man, men, women, women. Bunların apostrofu bura düşməli idi. Teachers normal formada cəmlənən isimlərdəndir və düz formada da apostrof artırılıb. 36-da 1, 3, 5, yəni A variantını seçdik. 37. My dog's skin, itimin dərisi olsun. Dog təkdədir, apostrof S var, skin də dəri deməkdir, isim deməkdir və normal formada işlənib. 1 düzdür. 2. Azərbaycan Republic is a member of the United Nations Organization. Bunun bir üzvüdür. Dir şəkilçisidir. Isdir bu. Olmaz. 3-də. Night's work olsun. Gecənin işi, gecə işi və düzgün formada işlənib. Apostrof S sonra da isim olsun. Helen's success. Helen'in uğuru. Was unexpected. Gözlənilməz idi. Ona görə hansıları dedik? 1, 3, 4. Elə bir variant var mı? Var. 37-yə C variantını götürdük. 38. They had a good time at their uncle's. Görürsünüz, uncle's düzgün formadadır. Bu uncle's house'dur da əslində. Sadəcə qısaldılıb. Uncle's house olsun. Rachel's and Pamela's eyes. Rachel'ımız var. Rachel Green, Pamela var. Bunların gözü göydür. Olsun. Onların ayrı-ayrı gözləri var deyə ayrı-ayrı apostroflar var. Və qəşəng. Gözlər də cəmlədir deyə ardı. Hər şey yerində. 3. Jane had 3 days holiday. 3 days cəmlədir deyə apostrof axıra düşərdi. 3 olmaz. 4-dəki Mr. White's house. Mr. White'ın evi is modern and comfortable. Say my name. Olsun. Mr. White'ın evi də bir saniyə nəsə səhvlik elədik deyəsən. Bəli, 4-də xırda bir diqqətsizlik elədim. 4-ü götürə bilməyəcək. Çünki mənim ağlım Breaking Bad serialındakı Mr. White'a getdi. Görürsünüz, onun adı nədir? Mr. White. Bir adamdır o. Amma The-ni görürüksə, White ailəsindən söhbət gedir. The Whites. Ona görə bunlar cəmlədirsə, apostrof S yox, S apostrof olmalıdır. Ona görə də 4 səhvdir. Bizim düzgün cavabımız 38 oldu. 1-2, yəni D variantı. 39. The weather is fine today. Hava yaxşıdır. Isdir bu, yəli çal deyil. Mrs. Potter asked her husband to go to the chemist's. Chemist nə deməkdir? Aptek deməkdir. Chemist's məsələn shop ola bilərdi burada. Sadəcə şifahi olaraq nəzərdə saxlayırıq. İrəli olmasa da yəli çal götürürük. Chemist'sdir, butcher'sdir, her uncle'sdir və s. 2 oldu. A week's rest, bir həftəlik istirahət. Təkdədir, apostrof S var, isim var. Oldu. Each of us needs a week's rest. Hər birimiz bir həftəlik istirahətə ehtiyacımız var. 2-3. The wind is blowing. Külək əsir, indi. Həm də görürsünüz, nə onu görürsünüz də ipucu verir ki bizə. Is blowing, indiki davam edici zamandır. Bu isdir bu deməli. Yeli çal deyil, ona görə 39-da 2-3 götürdük. Yəni 39-da D variantı. 40-a baxaq. The Smith's daughter. Smithlərin qızı. Cəmdədir, olsun. S apostrof var, olsun və düzgündür. 1 götürəcəm. 2. This book is very difficult. Bu kitab çox çətindir. Bu is'in qısaldılması ona görə olmaz. The girl has got a letter from her friend. Qız dostundan məktub aldı və yaxud qızın dostundan məktubu oldu. Has got deməkdir. Bu ona görə olmaz. Yesterday's rain amma yeli çaldı. Ona görə 1 və 4-ü götürəcəm 40-da. Yəni 40-da E variantı. 41. Yeli çal. Ted is a friend of my uncle's. Əmimin
dostu. Yəni bu yeri çal sayılır 41-də. Biri götürəcəm. Əmimin dostu deməkdir bu. Uncle'ın axırda olmasına baxmayın. 2. My sister's bought. Görürsünüz bu isim deyil, feildir. My sister has bought deməkdir. Bacım yeni kompüter alıb. 2 olmaz. Children, let's play. Let's go, let's play, let's see. Nə deməkdir bu? Bu yeri çal deyil ki, let us go deməkdir. Gəlin biz gedək, let us play. Gəlin biz oynayaq deməkdir. Bu yeri çal deyil. 3 olmaz ona görə. 4. My mother always buys meat at the butcher's. Butcher's shop deməkdir da bu. Ona görə yeri çaldı. Qısaldılmasıdır sadəcə. Ona görə 1-4'ü götürdük. 41'də B variantı oldu bizim düzgün cavabımız. 42. Jack is waiting deməkdir. Bu olmaz. Burada heç yeri çalın yoxdur. İz var. Heç gizlətməyə də çalışmayıblar. İzi olmaz. Axıra kimi oxumaq lazımdır. Dünya Azərbaycanlılarının World Azerbaijanis Solidarity Day həmrəylik günüdür. Ona görə 2-ni götürəcəm. Diqqətlə baxın. Mənə baxmayın siz. Özünüz diqqətlə baxın. 3. The car has stopped. Maşın dayanıb. Yeri çal deyil. Has'dır bu. Joseph had a month's holiday. A month's holiday. Bir aylıq tətil. Holiday həm bayram deməkdir, həm tətil deməkdir. Ona görə 4'ü götürəcəm yeri çal olaraq. 2-4 yəni 42'də C variantı. 43. Yeri çal istəyir. The house is very expensive. İzin qısaldılmasıdır. Jane has written deməkdir bu. Feildir çünki isim deyil. Diqqətli olun. Jones and Stevens brothers are close friends. Deməli, qardaşlardan söhbət gedir. John'un ayrı qardaşı var. Steven'in ayrı qardaşı var və onların ayrı-ayrı qardaşları özləri öz aralığında həmin o qardaşlar dostdular. Əgər burada brother olsaydı götürə bilməzdim. Deməli, hamısı təsəvvür edin ki, bir qardaşdır. John da qardaşdır, Steve də qardaşdır. Üçüncü qardaşlar da var. El olsaydı bir dənə brother olardı burada. Orada da hərəsinin ayrı-ayrılıqda apostrofesi olmazdı. Olardı John and Stevens brothers. Yəni bunların üçüncü qardaşı. Amma bu formada olanda ayrı-ayrı qardaşları var və ayrı-ayrı qardaşlar cəmdədir deyə 3'ü düzgün götürəcəm. Women's clothes. Women qeyri-adi formada cəmlənən isimlərdəndir. Ona görə bu formada da apostrofeslə yeri çalı düzəlir. Ona görə 4 düzdür. 3-4 43'də. Yəni 43'də D variantı oldu. 44'ün birində Paula's bicycle. Paula'nın velosipedi. Rahatlıqla götürə bilirik. Apostrof S'dən sonra isim gəlib. Amma 2'də apostrof S'dən sonra isim deyil bu, feildir. Peter has passed'in qısaldılması ki, Peter's passed his driving test. Sürücülük testini keçib. Burada yeri çal yoxdur. 3'də Anne's capable. Bu isim deyil. Anne is capable deməkdir. Anne bacarır. Bacarıqlıdır. Capable enough in doing tests. Testləri etməkdə kifayət qədər bacarıqlıdır. Yeri çal yoxdur. İzin qısaldılmasıdır. 4'də Julia's story. Nə oldu bu? Julia'nın hekayəsi was so interesting. Elə də maraqlı idi. Ona görə yeri çal düzəldi. Julia'nın hekayəsi. 1-4-44'də düzgün cavabımız olacaq. A variantı. Keçək 45'ə. Kevin's dream nə deməkdir? Kevin'in yuxusu və yaxud arzusu. Kevin's dream was to be a sportsman. Kevin'in arzusu idmançı olmaq idi. Görürük ki, apostrof S'dən sonra isim var. Kevin's dream. Kevin'in arzusu. Deməli 45'də birincini götürə bilirik. İkincidə apostrof S'dən sonra article var. Jeremy is a talented student. Jeremy istedadlı bir tələbədir. Burada yeri çal yoxdur. 3'də producer apostrof S'dən sonra isim deyil, bindir. Bu deməli has been demək imiş ki, qısaldıb spin yazıblar. Producer has been away. Producer uzaq olub. For a couple of weeks. Bir neçə həftə uzaq olub. 4'də amma Jax apostrof S'dir. Amma birbaşa isim gəlməsə də brother gəlib və o brother təyin edən sifət var burada, elder. Yəni Jack'in böyük qardaşı. Yəni də yeri haldır. Hətta bunu nəzərə alın ki, bu elder olmasaydı belə Jack's brother yeri çal olacaqdı da Jack'in qardaşı. Sadəcə təyin rolunu oynayan sifət var burada. Yəni də bizim işimizi pozmur. Jack's elder brother yeri çal sayılır. Deməli 45'in cavabı oldu 1-4, yəni C variantı. 46'ya baxaq. Alan is proud of his
children's achievements. Uşaqlarının nailiyyətlərindən prouddur. Yəni fəxr eləyir, amma children bu formada cəmlənməyəcəkdi də, daha doğrusu yerli çal olmayacaqdı da. Children apostrof s olmalıydı. Ona görə 46-da birinci olmaz. Yesterday's mail düzdür. 2 months holiday apostrof axırda olacaqdı. Deməli 1-3 səhvdir, hələ ki 2 düzdür. 4-dəki Michael's and Robert's parents. Michael'ın və Robert'in valideynləri. Hərəsindən görürsünüz ki, parents çoxlu valideyn var. Ayrı-ayrı valideynlərdir. Deməli ayrı adamlardır bunlar ki, hərəsinin ayrı valideynləri var və hərəsinin ayrıca apostrof s varsa heç bir problem yoxdur deməli. O birisi deyəsən düz olan 2 idi də. 2-4 onda 46-nın cavabı D variantı oldu. 47. My sister apostrof s-dən sonra e var. Deməli is deməkdir bu. My sister is a teacher. Bacım müəllimdir. 2. Buna amma görürsünüz apostrof s-dən sonra e yoxdur. Birbaşa isim var. Teacher ismi var. My sister's teacher. Oldu nə? Bacımın müəllimi. My sister's teacher lives near our school. Məktəbimizin yaxınlığında yaşayır. Bacımın müəllimi. Problem yoxdur. Yəli çal olaraq götürürük. 3. Shakespeare's plays. Shakespeare'in işləri, tamaşaları. Shakespeare apostrof s normal formada yeli çal götürüb 2-3 düzdür. 4-də amma s-dan sonra got var. Got, yəni has got deməkdir. The boy has got a ticket to the theater. Oğlanın teatra bileti var deməkdir bu. Oğlanın bileti var. The boy's ticket olsaydı, hə, oğlanın bileti. Onlarda amma yeli çal deyilində, ona görə 47-də 2-3, 47-yə oldu B variantı. 48. Bob's room, Bob'un otağı olsun. His parents' room. Bu da sadəcə room ixtisarı düşsə belə düzgün formada cəmlənib. Biri düzdür. 2. George and Brian's eyes. George və Brian'ın gözləri ayrı-ayrı adamlardırsa ayrı gözləri olmalıdır və hərəsinin ayrıca apostrof s olmalıydı. Ona görə 2 səhvdir. 3. Boy's last words. Oğlanın sonuncu sözləri. Olsun. Boy'dan sonra dərhal sonra last isim deyil, amma words isimdir də. Sadəcə last words ismini təyin edən nitq hissəsidir. Ona görə boy's last words oğlanın sonuncu sözləri 1-3 oldu. 4-dəki to women's düzgün formada apostrof düşməyib, bura düşməliydi. Women apostrof s. 48-də deməli oldu cavabımız E variantı 1-3. 49-a baxaq. A sudden phone call, qəfildən olan telefon zəngi broke a minute's silence. Apostrof minut apostrof s olmalıydı. Bir dənə dəqiqətsə 1 olmaz. 2-də today is my, bu apostrof s olsa da is'in qısaldılmışdı. Today is, bu gün nə günüdür? My friend's first day. Dostumun ilk günü. At university. Dostumun universitetdə ilk günüdür. Görürsünüz ki, my friend's first day olduğuna dostumun ilk günü. Friends day-ə bağlıdır. First-dəki isim olmasa belə day təyin edəyə. My friend's first day oldu. Amma bu deyildi. Bu nə idi? Is idi. Today is. 2 olur deməli. 3. Ted and Molly's wedding. Deməli. Toy. Neçə dənə toy var burada? Bir dənə toy var. Wedding ceremony. Bir dənə toy mərasimidir də. Wedding ceremonies olsaydı çoxlu 2-3 dənə toy olardı, amma bir dənə toydu bu. Yəqin ki, Ted ilə Molly bəylə gəlindilər və ikisinin bir toyu varsa, hərəsinə ayrı apostrof s-ə ehtiyac yox idi və ikisinə biri bəsdir, elə ikisinə də birini qoyublarsa, wedding ceremony-də təkdədirsə, deməli düzdür. Ted and Molly's wedding ceremony will be held by the sea. Dənizin kənarında keçiriləcək. 2-3 düzdür. Mr. Smith. Mr. bir adamdır. The Smith olsaydı axırda qoyardıq apostrof, amma bu bir adamdır deyə Mr. Smith apostrof s olardı. Ona görə 49-da 2-3, yəni E variantı. 50-də Jack's coming home. Jack'in evə gəlişi. Jack'in gəlişi. Götürə bilirik biri. Ondan sonra 50-də 2-ə baxsaq Jane's going to. Jane is going to deməkdir bu. Jane is going to. Burada yəli çal yoxdur. Jane is going to Italy. Jane İtaliyaya gedir. 3. Father was proud of his sons knowing some foreign languages. Oğlunun bəzi xarici dil biliklərini, oğlunun xarici dil bilməsini, oğlunun bilməsi.
Burada yeri çalmışaydı olunur. Oğlunun biliyindən söhbət gedirlər, belə deyək. 4-də amma Marilyn is playing-dir bu. İndiki davam edici zamanda olmaz. Marilyn is playing the leading role in this performance. Marilyn bu performansda, bu tamaşada əsas rolu oynuyor. Is playing, ona görə olmaz. 5-dəki a year's absence, bir illik yoxluq, bir illik ortadan itmə. Bir illik yoxluqdan sonra, bir illik ortadan itmədən sonra Marilyn səhnədə gözə dəydi, peyda oldu. A year's absence-da yeli çaldı. Ona görə 1-3-5, yəni 50-də A variantını götürə bildik. 51-də Children's Book, uşaqların, nə qədər uşaq olsa da bir dənə kitabı var. Bunun cəm olmamasında problem yoxdur. Bu da ki, belə qeyri-standart formada cəmlənən isimlərdən də deyə apostrof S cəm olmasına baxmayaraq düzgündür. Biri düzdür yəni. 2-də bilin ki, hansı sözlər idi cəmlənmirdi. Cəmlənəndə daha doğrusu S şəkilçisi qəbul etmirdi. Ship idi, deer idi, swine idi, fish idi. Heç vaxtı S şəkilçisi ilə cəmlənməz. Ship apostrof S olardı ona görə. 2 səhvdir, amma 1 düz idi. Goose, geese olur, children sözü kimi və S apostrof yox, apostrof S olacaqdı sadə sözlər kimi. 5 həmçinin apostrof S olmalıydı, amma S apostrofdur, ona görə səhvdir. 4-dəki sportsmen's, bas, bəli, men cəmdədir, amma qeyri-adi cəmlənən isimlərdən olduğuna görə apostrof S oldu. Deməli 1-4, 51-in cavabı oldu B variantı. 52. Children's computers olsun, uşaqların kompüterləri olmaz. Kompüterlər cəmdədir, yaxşı. Amma uşaqlar cəmdə olsa da apostrof S olardı da, olmaz. 2-də sportsmen's, bu da nətər yazıblar, bu da el olmalıydı. Men apostrof S olmalıydı. The Smith's Journey, Smith ailəsindən söhbət gedir, çünki the var və çoxdularsa, ailədilərsə çoxdular. Onda S apostrof olmalıydı və qoyublar düzdür. A few days, bir neçə gün cəmdədir və S apostrof olmalıdır, düzdür. 2 years training, 2 illik məşq, 2 il cəmlədə deyə S apostrofda olsun. 3, 4, 5, 52-də C variantını götürdük. 53-də A variantı. S-dan sonra got var. Apostrof S-dən sonra got nə deməkdir? Has got deməkdir. My niece has got a new wooden toy. A new wooden toy. Deməli, qardaşım qızının təzə taxtadan oyuncağı var. Bu yeli çal deyil. Onun var, has got deməkdir. A olmaz. It is deməkdir. Bu it is very difficult for me to leave the country. Ölkəni tərk etmək mənim üçün çox çətindir. It is'dir bu, yeli çal deyil. C variantında. The article apostrof S-dən sonra very gəlib. Bu yeli çal ola bilməz. Həm də belə də ki, isim deyil onsuz da isimə baxırıq ən çox. The article is very interesting. Article, yəni məqalə çox maraqlıdır. For my friends. Dostlarım üçün çox maraqlıdır. Yəni C də olmayacaq. D variantında my sister is going to move. Bu da apostrof S-dən sonra going to nə deməkdir? Is going to deməkdir. Zaman formasıdır. Gələcək zaman. Is going to move abroad. Xaricə köçəcək. Go-nun getmək mənası da var, amma burada kontekstdən baxanda bildik ki, bu gələcək zamanda. Zamanları keçəndə daha ətraflı deyirik. E variantına baxsaq amma yesterday's documents. Dünənin dokumentləri, yəni dünənə aid olan dokumentlər. 53-də E variantını götürə bildik. 54-ün birincisində my brother is going to deməkdir. Pilot olacaq. Yəni gələcək zamandır. Pilot buradadır. Be olmaqdır. Is going to be. Be olmaq indiki zamandadırsa, is going to be gələcək zamanda olacaq deməkdir. My brother is going to be a pilot. Qardaşım pilot olacaq. Yəni burada yeri çal yoxdur. B variantında that is the most fascinating movie I have watched. O mənim baxdığım ən fascinating kino idi. Yəni burada that is deməkdir. That is yeri çal deyil. C variantında she has spent bu. She has spent her holiday with her granny. O tətilini nənəsi ilə keçirib. Has yəni yeri çal deyil. D variantında Selena's appearance. Selena'nın görünüşü. Selena'nın görünüşü yeri çaldı. Attracted my attention. Diqqətimi çəkdi. Deyir you had my curiosity, but now you have my attention. Okay. İdə Jane has lost bu. Apostrof S-dən sonra isim deyil, feildir. Və baxırıq ki, Jane has lost her expensive gloves. Bahalı əlcəklərini itirib. 55-ə baxaq. Women's problems apostrof S olardı. B variantında olduğu kimi qadınların problemləri, ona görə B variantı düzdür. 56.
Deyir ki, children's paintings, uşaqların şəkilləri, uşaqların çəkdikləri. Burada children sözü qeyri-standart cəmlənən isimlərdəndir. Child, children olur axı. Və bu isimləri demişdik ki, apostrof s olur, s apostrof yox. Ona görə S apostrof olanları çıxmalıyıq hamısını. Onları qətiyyən götürə bilmərik. A getdi, B getdi, D də getdi. Qaldı bizdə ancaq C və Y variantları. Bunların fərqi odur ki, birində this yazıb, birində these yazıb. These children's paintings were demonstrated in the gallery. Bu uşaqların şəkilləri qalereyada nümayiş olundu. Məhsulunda were demonstrated. Fərq odur ki, uşaqlar cəmdədirsə, this tək göstərir, ona görə olmaz. Cəm olduğuna görə these olacaq. Çünki this təkdir, these cəm və yaxud that təkdir, o deməkdir. Those amma cəmdir, onlar deməkdir. Ona görə i variantını 56-ya götürdük. 57-də Mr. Smith is Jane's and Tom's mother. 57-də deyir ki, Mrs. Smith Jane və Tom'un anasıdır. İkisinin də anasıdırsa, hərəsinə ayrı apostrof S olmaz da, ikisinə bir apostrof S olmalıydı. Ona görə 57-də birinci səhvdir. Birinci olmaz. İki amma baxın deyir ki, Clara was Kate and Samuel's granny. Clara, Kate və Samuel'in nənəsidir. İkisinin də nənəsi budur deyə, ikisinə bir dənə apostrof S var, düzdür. İkisi o boyda nənəni bölüşə biliblərsə, ikisi də bir apostrof S bölüşməli idi və formada da yazıblar. Ona görə 57-də ikinci düzdür. 3-ə baxsaq, Rose's reaction. Rose'un reaksiyası. Rose's reaction made me angry. Rose'un reaksiyası məni əsəbləşdirdi, məni əsəbi etdi. Və yeli çal var burada da, ona görə 57-də 3 də düzdür. 57-də baxsaq növbətiyə, Mr. Jack's ideas, Mr. Jack'in fikirləri. Drew our attention, diqqətimizi çəkdi. Olsun, Jack'in fikirləridir də 2, 3, 4 düzdür. Amma 5-də, the student apostrophe S is student's answer olsaydı, student's answer olardı tələbənin cavabı. Amma answer ismi deyil, answering feilidir bu. Görürük ki, answer sözünün üzərinə ing şəkilçisi var. Deməli, bu is answering deməkdir. İndiki davam edici zamandır və olmaz. Deməli, 57-yə götürdüyümüzlər sayanda 2, 3, 4 oldu bizim cavabımız. 58-də the director's films, yəni director deyəkən rejissorun filmləri. Rejissorun filmləri were popular all over the world. Bütün dünyada populyar idi. Direktorun filmləri yeri çaldı. Ona görə 58-də birincini götürürəm. I have ordered some flowers from the florists. The florists deyərkən gül dükanı nəzərdə tutulur. Butchers'dir, florist'dir, chemist'dir. Bunlar yeri çal sayılır, gül dükanı. Florists shop nəzərdə tutulub da, çünki ona görə sadəcə ixtisar olunub shop sözü. 1 ilə 2-ni götürə bilirik hələ ki. 58-də amma baxanda she has won. 3-cüdə yeri çal yoxdur. She has won-dur, has-dir. 4-də the captain's ordered. 4-də yeri çal deyil bu. Nəyə görə? Olsaydı the captain's order. Kapitanın order, əmri. Deyərdik ki, kapitanın əmri yeri çaldı. Amma bu görürük ki, feildir. Ordered sözüdür bu. Yəni əmr etdi sözüdür bu. Elə bir ki, order sözü feilləşib də. Order ismi feilləşib. The captain has ordered deməkdir bu. The captain has ordered to stop fighting. Kapitan əmr edib ki, davanı kəsin. Deməli, hasdır bu, yeri çal deyil. Götürə bilməyəcək. 5-də hostess answer. O ev sahibəsinin cavabı. Hostess sözünün özünün axırında 2 dənə S var. Təklik bildirirsə də sözün özündə 2 dənə S var. Və belə sözlər cəmlənəndə axırına bir dənə apostrof qoymağımız normaldır. Ona görə 5 də düzgündür. Deməli, 58-də cavabımız 1-lə 2-ni bayaq götürmüşdük. 5-də indi götürdük. 58-də E variantı. 59-da 6 days journey. Cəmlədə deyə S apostrof olardı, apostrof S yox. The women's clothes düzdür. Women'dir, children'dır, men'dir. Apostrof S olur da. 3 weeks apostrof S yox, S apostrof olardı. The Smith's sons, Smith'lərin oğulları. Ona görə ailədir və cəmdir, yəni S apostrof. 59-a 2-4 götürdük. 60-da a night's sleep düzdür. Children apostrof S olur, S apostrof yox, səhvdir. A few seconds cəmdir deyə apostrof S yox, S apostrof olmalıydı.
Evix bir həftəlik shopping list deyərkən Evix shopping list düzdür 60-da 1-4 götürdük. 61. This scientist's invention. Bu alimin ixtirası. Is known to everybody. Hər kəsə bilinir. Is known bilinir məhsulunur. Deməli alim bir dənədir. Bir dənədir deyə apostrof s var, yaxşı. Həm də bir dənə olduğun oradan bir nəfər alim olduğun oradan bilir ki, this yazılıb burada. Ona görə düzdür. Və 3 də düzdür çünki these deyirsə, deməli scientists cəmdir də bu alimlər. This təki göstərir bu olaraq. These də bu deməkdir, amma cəmdə. Amma cəmdə. These scientists olsun. Cəmdir deyə də apostrof s yox, s apostrof var, düzdür. Bu alimlərin ixtiraları hər kəsə bilinir. 1-3 düzdür, amma 2-4 niyə düz deyil? These cəm göstərirsə, burada olmalıydı s apostrof. 4-də də ki, this tək göstərirsə, bir alimdirsə, bir alimlərə apostrof s olardı. This scientists. Scientist apostrof s olardı. S apostrof yox. Ona görə 61-də götürdük 1-lə 3-ü. 62-də də eynidir. This və that-ə fikir verin. This təki göstərir, that təki göstərir. Amma these cəmdir. Those-dakı həmçinin that-in cəmidir. These-dəki this-in cəmidir. Ona fikir verib bunu özünüz eləyin. 63 yenə these, that, those söhbətidir. This təkdir və cəm forması these'dir. That o deməkdir, təkdir. Cəm forması those'dur. Ona görə 62, 61, 62, 63 özünüz eləyin. Mən deyim sizə indi 64-dür. Pete's new perfume. Pete'in yeni ətri. Made me cough. The smell of Pete's new perfume made me cough. Pete'in yeni ətrinin qoxusu məni öskürtdü. Made me cough. Məni öskürməyə məcbur etdi. Pete'in yeni ətri var. Pete'in Pete apostrof s-dən sonra dərhal isim gəlməyibsə də, parfüm ismi dərhal gəlməyibsə də, new sözü, new sifət var, hansı ki, parfüm sözünü təyin edir və götürə bilirik ki, Pete'in yeni ətri nədir? Yeli çaldı. 64-də 1-i götürdük. 2-də the Whites deyir. White ailəsidirsə, the-ni görürsə ailədə də apostrof s yox, s apostrof olmalıdır. 2 olmaz. 64-ün 3-cüsünə baxsaq, New Year's election, yeni ilin seçimləri, yeni il seçimləri, yeni ildəki seçimlər yəni will require much money. Çoxlu pul tələb edəcək. Çoxlu pul lazım olacaq buna. Olsun. New Year təkdir, apostrof s var, sonra da isim gəlib, yeli çaldı. 1-3. 4-də amma 10 minutes break, apostrof s yox, s apostrof olardı. 4-də də ki, fire has damage'dir bu. Fire apostrof s-dən sonra damaged feili var. Fire has damaged 5-də olmaz deməli. 64-də bizim cavabımız oldu. 1 və 3. 65-də shoemaker's duties, ayaqqabı düzəldənlərin vəzifələri are to make various pairs of shoes. Nədir bunların vəzifələri deməli? Fərqli ayaqqabı cütləri düzəltməkdir. Ayaqqabı düzəldənlərin vəzifələri cəmdir deyə s apostrofdur və vəzifələri də cəmdir deməli çoxlu adamdır ki, çoxlu da cəm formasında da vəzifələri var olsun, hətta are da işlədiblər, düzdür. 65-də biri rahat götürürük. 3-də children apostrof s olur da, s apostrof yox, ona görə 2 səhvdir. 2-də səhvdir. 3-də indi baxırıq ki, men apostrof s olur, düzdür. The sportsman's interview lasted for an hour. İdmançıların müsahibəsi 1 saat çəkdi. Last sözünü bilirsiniz ki, sonuncu deməkdir, axırıncı deməkdir. Amma həm də feil olaraq bir şeyin nə qədər zaman davam etməsi, sürməsi, çəkməsi bildirir deyə. Onların intervyusu bu qədər çəkdi, yəni. 65-də 1-3 düzdür. 4-də də ki, The Wilson's son. Wilsonlar ailəsinin s apostrof var, oğlu olsun. Is an excellent lawyer. Yaxşı bir vəkildir. Ona görə 65-də 4 də düzdür. Əla bir vəkildir. 65-də bizim cavabımız olacaq deməli 1, 3, 4. Keçək 66-ya. Postman's duties deyə bilmərik, çünki men apostrof s olar. Children apostrof s olar yenə. Statesman's declaration düzdür. 4-də ki, The Simpsons niece. Simpsonlar ailəsinin qardaşı qızı, bacısı qızı, ikisi də niece də. Deməli, s apostrof var, düzdür, olsun. 3-4 düzdür 66-da.
5 deyir ki, 3 months journey. Burada apostrof S yox, S apostrof olmalıdır. Ona görə 3, 4, 5 olur 66-nın cavabı. Bir saniyə, bir saniyə. 5-i götürə bilməyəcəm çünki 3 months cəmdə axı. Yəni apostrof S yox, S apostrof olmalıdır dedim, sonra da düz götürdüm. Olmaz. 66-da deməli cavabımız olacaq nə? 3 və 4. 67. 30 minutes walk. 30 minutes cəmdədir deyə S apostrof olar, apostrof S yox. Today is, bu isli apostrof, yəni çal deyil, amma my daughter's first day at school. Qızımın məktəbdəki ilk günü. Qızımın my daughter's day var. Düz dərhal sonra apostrof S-dən dərhal sonra day gəlməyib. Ortada first var, amma bu first day təyin edir deyə my daughter's first day, qızımın ilk günü. Ona görə 67-də 2-ni götürə biləcəm. Michael and Kate's engagement. Michael və Kate'in nişanı was very interesting. Çox maraqlı idi. Engagement nişandır. Deməli bir dənə mərasim olub ki, engagement sözdə təkdədir. Çoxlu nişan mərasimləri olsaydı engagements olar. Deməli nişanlananlar bu ikisidir. Bu ikisinin bir dənə nişanı varsa, içinə də bir apostrof S bəs edər. Hərəsinə ayrı-ayrı olmaz. Ona görə 4 düzdür. 67-də cavabımız oldu nə? Mr. Jack deyirsə, Mr. Jack bir adamdır. Mr. Jack bir adamdırsa, Jack apostrof S olmalıdır. 3-ü götürə bilməyəcəm. 2-ni götürmüşdüm amma 4-də ki, ayrı-ayrı S, apostrof S qoymaq olmazdı. O boyda nişanı bölüşürlərsə, bir dənə apostrof S-i də bölüşə bilərlər məncə. Ona görə və düzgündür. 2, 4, 67-nin cavabı oldu. 68-də a minute's silence düzdür. A minute's silence for soldiers made everyone cry. Əskərlər üçün olan bir dəqiqəlik sükut hər kəs ağlatdı. Made everyone cry. Və bu minute apostrof S silence düzdür. Bir dəqiqəlik sükut, bir dəqiqənin sükutu düzdür. My son's first birthday. Oğlumun ilk al günü 2-də düzdür. 3-də deyir ki, Mr. James rules were followed by all. Mr. James'in qaydaları hər kəs tərəfindən izlənildi. Burada cavablarda 3 çıxmayıb, cavablarda 1, 2 götürülüb. Əslinə qalası olsa, nəsə əsli qalsın qıraqda. Proqrama görə bu tip olan adlarda apostrof S olmalıydı, S apostrof yox. Ona görə də bunu düzgün variant olaraq götürməyəcəyik. Adı axırı S bitdiyinə görə bizim işimizi biraz gəlizə saldı, amma 1 ilə 2-ni rahatlıqla götürdük 68-də. 69-da baxsaq, deyəcək ki, Peter's and Tom's mother. Bir dənə anadır bu, mothers deyil, bir dənə anadır, ikisinin deməli anasıdır. İkisini də bir ananı bölüşü bilərsə, bir dənə apostrof S-i də bölüşməli idilər, ona görə hərəsinə ayrı apostrof S olması 69-un birini səhv elədi. 2-də eyes çoxlu, bir neçə gözdür və hərəsinin ayrı gözü varsa, ayrı da apostrof S olmalıdır. Olsun. 69-un ikisi düzdür. 3-də sister-in-law's jacket was very expensive deyir. 69-da sister-in-law's jacket olsun. Bir nəfərdir və apostrof S-dir. Onun jaketi də çox bahalıymış. Olsun 2-3. The Browns home. Brown ailəsinin evi deyir. The article-ından bildiyi ki, ailədir. Və ailədə deyə S apostrof var. Deməli 4 də düzdür. 5-də ki, Jack's won. Jack has won'dur bu. Jack's prize olsaydı yenə Jack'in prizi. Amma Jack has won the prize. Jack prizi udub. Çünki bu faildir. Jack apostrof S-dən sonra fail gəlib deyə has'dır bu. 69-da oldu. 2, 3, 4. 70-də deyəcək ki, asandır bu. Bayaq dediyimiz kimi də 70-i özünüz eləyin. 71-də children apostrof S bedroom düzdür. 2-də girls S apostrof olardı. Bu əlavə S-ə ehtiyac yox idi. 2 səhvdir. 3-də students timetable düzdür. 4-də teachers yox olmaz. Teacher S apostrof, teachers apostrof olardı. Buna ehtiyac yoxdur. People's choices. Person təkdə cəm forması isə people'dır. Yəni qeyri-standart cəmlənən isimlərdirsə, standart qaydada apostrof S ilə cəmlənirlər. Children apostrof S, people apostrof S, men apostrof S düzdür yəni. 71-də oldu 1, 3, 5.
72-də deyir ki, students papers, düzdür. Professors lectures, professorların mühazirələri, bu da düzdür. Rooms, room S apostrof olardı, bu S lazım değildi, onda düz olardı. Amma belə səhvdir, ona görə 3 səhvdir. Goose, geese, goose's legs, olsun. 72-də 4 də düzdür. 73-də their uncle's house, onların əmisinin evi, düzdür. 2-də Habil's apostrof S-dən sonra article gəlib. Habil is a clever boy. Habil ağıllı oğlandı. Yerişal yoxdur burada. Kenan's father, Kenanın atası is a doctor, həkimdir. Biri də deməli yerişal oldu. 3-də, 1-3. 4-də amma Scott nədir? O, deməli, he has got deməkdir. He has got a lot of books, onun çoxu kitabları var. Yerişal deyil deyə 73-ün cavabı oldu 1 və 3. 74, asan da özünüz eləyin. 75-də Jane's answer, Jane'nin cavabı. Bəli, yeri çaldı. 2-də amma Jane's answered deyir. Answer ismi deyil burada. Answered feilidir. Edi görürük ki, feil düzəldən şəkilçidir. Feilin şəkilçisidir daha doğrusu. Jane has answered deməkdir bu. Jane has answered all the messages. Jane bütün mesajlara cavab verib. Ona görə 2 səhvdir, amma 1 düz idi. 3-də Mr. Clinton's visit, Mrs. Clinton'un gəlişi. Olsun, yeri çaldı bu. 1-3. Was unexpected for the family. Mrs. Clinton'un gəlişi ailə üçün unexpected, gözlənilməz idi. 75-də 1-lə 3-ü hələ ki götürmüşük. 4-də amma götürə bilməyəcəyik. Nəyə görə? Mrs. Clinton's visit deyə bildik. Yaxşı. Visit çünki isimdir. Visited nədir bəs? İsim deyil axı. Visited feildir. Edin, yəni feil şəkilçisi olmasa adamın gözünə girir. Apostrof S-dən sonra feil varsa, deməli yerçal deyil. Nədir bəs? Mrs. Clinton has visited'in qısaldılmasıdır bu. Ona görə yerçal deyil. Yəni Mrs. Clinton doğum yerinə baş çəkib səyahət edib yəni. Gəlib 1-3 oldu. 5-də amma yenə Mrs. Clinton's visit deyir. Feil deyil, isimdir. Ona görə they were surprised. Onlar Mrs. Clinton'ın gəlişinə təəccübləndilər. 5-də düzdür yəni. 75 oldu, 1-3-5. 76. Kelly's aim. Aim məqsəd deməkdir. Kelly's aim. Kelly'nin məqsədi was certain to everybody. Hər kəsə dəqiq idi, hər kəsə aydın idi. Amma burada aim sözü ismi deyil, aim ismi deyil, aimed feili var. Aim məqsəd deməkdir. Amma aimed olur, məqsədlənmək, hədəfləmək feilidir bu. Kelly, deməli, Kelly'dən sonra aimed feili gəlibsə, deməli nədir bu? Kelly has aimed deməkdir bu. Kelly has aimed'in qısaldılmışıdır, ona görə yerçal deyil. Kelly has aimed at studying abroad. Kelly xaricdə təhsil almağa hədəflənib. Xaricdə təhsil almağı hədəfləyib. Ona görə 2 yerçal deyil, amma 1 idi. 1 yerçal idi. 76-da 1 götürdük, 3-də Mr. Collins answers. Mr. Collins answer. Mr. Collins'in cavabı olsun. Çünki answer isimdir. Amma answered olanda edin yenə feil şəkilçisi olmasa adamın gözünə girir. Apostrof S-dən sonra feil gəlib burada. Yəni deməli nədir bu? Mr. Colin has answered deməkdir bu. Ona görə yerçal deyil. 1-3 hələ ki seçmişik. 5-də ki Sarah's performance. Performance isimdir. Sarah'nın performansından onlar proud idilər. Yəni fəxr edirdilər. 76 cavabımız oldu. 1-3-5. 77-nin birincisində deyir ki, two of my cousins live in the same street. Əmim uşaqlarının ikisi eyni küçədə yaşayır. Məsələn, one of my friends, dostlarımın biri, two of my friends, dostlarımın ikisi, two of my cousins, kuzenlərimin ikisi. Olsun, amma of yeri çalı düzəldir də elə. Bu apostrof S ehtiyac yox idi buna. Ona görə biri götürə bilmərik. 2-də there was a party at my cousins. Əmim uşağı gildə, cousinım gildə parti var idi. Düzdür. Onların evini nəzərdə tutur deyə, yanında house sözü olmasa belə nəzərdə tuturuq ki, house sözü var, ona görə yerçal götürürük bunu. My cousins house-dur, sadəcə qısaldıblar. Qısalmış sözlərdəndir bu da. 2-ni götürdük 77-yə. Üstə deyir ki, these engineers, these göstərirsə, yəni çoxdur deməli.
This təkdir, these cəmdir də. Bu mühəndislər. Mühəndislər də çoxdur deməli və S apostrof var, düzdür. Bu mühəndislərin işi. Bu mühəndisin işi yoxsa işləri? İş sayılmayan isimdir deyə work sözü. Yanına is olmazdı, works olmazdı da. Work olmalıydı. These engineers work, ona görə tamamilə normaldır və 2 ilə 3-ü götürə biləcəyik. 4-də the engineers worked. Görürsünüz bu feildir. The engineer has worked'dir bu. Ona görə olmaz, yeri çal deyil. The rain spoiled. The rain has spoiled our greens. Yağış bizim greens, göyərtilərimizi spoiled, korlayıb. Və gördüyünüz kimi has'dır bu. Yeri çal şəkilçisi deyil. Ona görə 77-də 2 ilə 3-ü götürdük. 78-də sportsman's apostrof S var, düzdür, 78-in biri. İkisidəki the whip, whip qamçı deməkdir. The whip fell out of the stableman's hand. Stable, elə bir ki, at saxlanan yer, tövlə olan yer, yəni tövlədə olan kişi, yəni ora baxan, bir növ fermer deyək də, cowboy deyək. Yəni whip fell out of his hand. Qamçı onun əlindən düşdü deyir. Amma mən sözünü görürsə, cəmdə men olacaqdı. Təkdə olsa da, cəmdə olsa da apostrof S olurdu bu. S apostrof yox, ona görə 2 olmaz. Those geeses deyir. Those geese, geese-də bu cəmlərin, bu tip cəmlərin isimlərdə apostrof S olur. Ona görə S apostrof variantı səhvdir. 3-də səhvdir. 4-də tourists, this deyir, təkdədir. Təkdədirsə bir dənə turistdir. Bir dənə turist isə apostrof S-dir. Və bir dənə turist isə onun road, marşrutu, yolu da bir dənədir. This tourist's road. Bu turistin marşrutu. Yəni bu turistin yolu was changed. Dəyişdirildi, dəyişildi. Ona görə 4 də düzdür. 5-dəki Jack's and Paul's project. Project bir dənədir. Görürsünüz, cəmdə deyil, təkdədir. Bir dənə project isə Jill və Paul'un eyni anda ikisində projectidirsə, hərəsində ayrı apostrof S olmazdı. İkisinə biri bəs eləyirdi. Ona görə 78-də 5 də səhvdir. Bizim düzgün cavabımız oldu 4 və 1. 79. Tom's bike. Tom'un velosipedi. 1 düzdür. Was in front of the house. Tom'un velosipedi evin qarşısındaydı. Mr. Black's son. Bir nəfər adamdır. Mr. Black'in oğlu. Apostrof S var. 2 də düzdür. 79. 3-də amma both Mark and Fred's hands. Hands cəmdir. Markla Fred'in ayrı-ayrı əllər olur deyə apostrof S hərəsində ayrı-ayrı olmalıydı. İkisinə biri olmaz, bəs eləməz. 3 səhvdir. Nick has advised bu. Advised bu feil axı. Advice sözdə feildir. Edə feil şəkilçisidir elə. Nick has advised me to avoid going to that doctor. Nick mənə həmin həkimin yanına getməkdən uzaq durmağı, avoid eləməyi məsləhət görüb. Ona görə 4-də götürə bilmirik. 79-da 1-2-ni doğru cavab kimi götürdük. 80-də Ted's watch, Ted'in saatı was on the table. Ted'in qol saatı stolun üzərində idi. Ted'in qol saatı 80-də 1 düzdür. 2-də Mrs. Reed's niece and nephew. Mrs. Reed'in bacısı, qızı və bacısı oğlu, bacısı qızı və qardaşı oğlu, bacısı oğlu tez-tez onu ziyarət edirdi. Mr. Reed's bir nəfərdir. Təkdir deyə apostrof S olmasa düzdür. 80-də 1-2 düzdür. 3-də bunların gözləri başqadır deyə hərəsinə ayrı apostrof S lazım idi. 3 səhvdir. 4-də answered feildir. Nick has answered deməkdir. Bu ona görə səhvdir. Nick has answered all my questions. Nick mənim bütün suallarıma cavab verib. Bu şey deyil, yel çal deyil. Ona görə 80-də cavabımız oldu 1-2. 81. Robert's passport. Robert'in pasportu. Düzdür. Robert has lost. İtirib deyir. Yeli çal deyil. Robert's voice didn't disturb me. Robert'in səsi məni narahat etmədi. Robert'in səsi yenə yeli çaldı. Robert is reading'dir bu. Robert indiki davam edici zamanda oxuyur. Ona görə 4 olmaz. 81-də götürdük. 1-lə 3-ü. 82-yə çatdıq. Bu test digərlərinə nisbətən fərqlidir. Diqqətli olun, amma çətin bir şey deyil əslində. Baxırıq ki, Ted's making noise. Ted's making noise. Hər ikisi eyni formada başlayıb, həmçinin Ted's published articles. Ted's published articles. Eyni formada başlayıblar.
Biz də demişdik ki, apostrof s-dən sonra fail olmaz da. Fail varsa deməli yeri çal deyil. Amma burada hamısında make, publish failə oxşadırıq hamısını. İş orasıdır ki, bunların gördüyümüzün hamısı fail deyil. Bəs nədir? 82-nin birinə baxın. Ted is making noise. Görək nədir? Axırında deyir ki, annoyed everybody. Tedin səs etməsi hər kəsi narahat etdi. Hər kəsi qıcıqlandırdı. Deməli, bu cümlədə fail annoyed, qıcıqlandırdı. Failimiz, xəbərimiz annoyed. Bəs Tedin yanındakı apostrof s-in yanındakı make nədir bu? Bu daha çox gerunddur. Bu faildən çox, xəbərdən çox. Necə gerunddur deyə apostrof s-dən sonra fail gəlməyib ki, gerund gəlib də. Ona görə normaldır. Tedin səs etməsi. Yəni yeri çaldı. Yəni səslənəndə də görürsünüz ki, Tedin səs etməsi nədir? Hər kəsi qıcıqlandırdı. Burada yeri çalı götürə bildik. Amma burada görürsünüz ki, 2-də Ted is making noise. Ted səs edir və annoying everybody və hər kəsi qıcıqlandırır. Bu 2 dənə sadə cümlədən ibarət bir də mürəkkəb cümlədir. And bağlayıcısı ilə də bağlanıb. Ted is making noise. Ted səs edir. Is making indiki davam edici zaman və is annoying everybody. Hər kəsi qıcıqlandırır. 2 alma götürə bilməyəcək. 3-ə baxanda yenə ikisi də eyni cür başlayır. Amma gəlin təyin edək görək. Hansı apostrof s-dən sonra gələn isimdir, hansı apostrof s-dən sonra gələn faildir, hansı da ki fail olmayıb gerunddur. Məsələn, onun üçün də nə edirdik? Bundan başqa bir fail varmı? Bundan başqa bir xəbər varmı? Görürük ki, were full of facts nədir? Were full of facts. Faktlarla dolu idi. Ted's published articles. Tedin publish, yəni nəşr olunmuş məqalələri. Tedin nəşr olunmuş əlaqələri, Tedin nəşr olunmuş məqalələri faktlarla dolu idi. Yəni Tedin məqalələri də publish olmasa belə Ted's articles. Tedin məqalələri. Publish sadəcə article sözünü təyin etmiş bir gerunddur burada. Publish sözü sadəcə article sözünü təyin edib burada. Ona görə 3-ü də götürə bildik. Amma 4-də baxın. Ted has published articles full of facts. Ted məqalələr nəşr edib. Necə məqalələr? Full of facts. Faktlarla dolu. Ted faktlarla dolu məqalələr nəşr edib. Yəni bundan başqa onsuz da fail yoxdur. Yəni birəbir faildir də bu. Apostrof s-dən sonra fail olmaz deyə 4-ü götürə bilmədik. Amma hansını götürdük? 82-də 1 ilə 3-ü yeli çal olaraq götürə bildik. 83. Gəncə is famous for being Nizami Gəncəvi's birthplace. Nizami Gəncəvinin doğum yeri olsun. Yeli çaldır. 83-ün ikincisində who's that? Who is that? Who's that brother? What's that brother? Görürsünüz ki, bu apostrof s izin qısaldılması yeri çal deyil. 83-ü hələ ki 1 götürə bilirik. 2-ni götürmürük. Brother-in-law bu formada olmur da apostrof s olur. Həm də names var bu da, adlar. Adları çoxdursa bir adam deyil də, çoxdur deməli bunlar da. Ona görə bu da brothers olmalıydı. Yəni hər bir halda səhvdir. 3-ü də götürə bilməyəcəm. Hələ ki 1-i götürmüşdük amma 3-ü də götürəmədik. 2-ni də 4-də. The company's best designers. Şirkətin ən yaxşı dizaynerləri were invited to the meeting. Toplantıya, görüşə dəvət olundular. İstəyirsən deyilən company's designers apostrof s-dən sonra isim. Düzdür, birbaşa isim gəlmir. Best ortada var. Sadəcə designer sözünü təyin edən sifətdir. 5-də ki, Kate is leavingdir bu. Kate gedir. Bu tərəfi olmaz. Amma a year's time olanda Kate is leaving in a year's time. Kate bir illik müddətə gedir. Bir illik müddətə gedəcək yəni. A year's time yeri çaldı. Apostrof s-dir, isimdir. Ona görə də 5 də oldu. Bayaq da 83-də 1-i də götürmüşdük. Ona görə cavabımız oldu 1, 4, 5. 84-ə baxaq. Səməd Vurğun's birthplace olsun. Bir düzdür. It is forbidden. Yeri çal deyil, izdir. Party is important. Yoxsa parties important decisions. Parties important decisions. Parties'dən dərhal sonra important'a baxdım, amma sonra gördüm ki, important'dan sonra da decisions var. Parties decisions. Partinin qərarları.
Partinin necə qərarları? Həmin bu ismi təyin edən burada sifət var. Partinin vacib qərarları, partinin qərarları da, yəni yeli çal. Were discussed yesterday. Dünən müzakirə olundu. 3 də ona görə 84-də götürə biləcəyik. 4-dən Mr. Brown is coming. Is-dir bu, amma a day's time yeli çal olduğuna görə 4-ü götürə bildik. 5-də ki, bayaq oxşarı var idi. Bu formada olmur. Bu apostrof s olur. Names olduğuna görə bu da cəm olmalıdır. Neysə ona görə 5 də səhvdə, amma 84-də düzgün cavabımız oldu. 84-də cavabımız oldu. 1, 3, 4. 85-də. A week's hard work apostrof s olmalıydı. 1 olmaz. Parents' behavior has a powerful impact on a child. Valideynlərin davranışı. Valideynlər cəmdə də olsun, cəmdə də apostrof s apostrofda oldu. Amma behavior sözü var. Behavior onsuz da davranış sayılmır deyə behaviors olmayacaqdır. Parents behavior olur. Ona görə 85-də 2 düzdür. This country's population. Bu ölkənin əhalisi is suffering from poverty. Kasıblıqdan, yoxsulluqdan əziyyət çəkir. Ölkənin əhalisi yeri çaldı, ona görə 3-ü də götürə bildik. 4-dən 3 months rehabilitation. After 3 months rehabilitation, he returned to his normal life. 3 aylıq reabilitasiya edirsə, apostrof s yox, s apostrof olmalıydı. Ona görə 85-də cavabımız oldu. 2, 3. 86-da women's decisions olardı da. Yoxsa hamısının bir qərarı var, olsun. Hamısının bir dənə qərarı var, özləri çoxlu qadındılar. Olsun, 86-da 1 oldu. Child yox, child apostrof s olardı. Men yenə apostrof s olardı. Dears hansı sözlər idi? Normalda cəmlələrində s şəkilçisini qəbul etməyənlər. Deer idi, fish idi, swine idi. Başqa hansı var idi? Bunlar deməli. Yeri çaldıda apostrof s olur, s apostrof yox, ona görə olmaz. Policemen-dəki man, men, woman, women apostrof s-lə düzəldiyinə görə 86-da cavabımız oldu. 1 və 5. 87-də women's bags olsun, qadınların çantaları. Women apostrofsa düzdür. 2-də amma yesterday's meeting, yox, 2 də düzdür. 3-də 2 miles, elə 3 də düzdür, cəmdə deyə s apostrofdur. 87-də 1, 2, 3 görürəm. The Browns, D-dirsə s apostrof olardı ailədə. Mən yenə apostrof s olardı, olmaz. Ona görə 87-də 1, 2, 3 oldu cavabımız. 88-də women apostrof s olardı. Children apostrof s olardı. Policeman apostrof s düzdür. At the Smiths deyir. At z'si var, görünmür şəkildə. The Smiths house deyirsə, we will celebrate a birthday party. Ad günü partisini keçirəcəyik Smithlərin evində. Smiths, the Smith, s apostrof, yəni düzdür. 88-də ona görə 3-4 oldu cavabımız. 89-a baxaq. 2 years training. S apostrof olardı. Sports, men's. Yəni apostrof s olardı. 1 də səhvdir, 2 də səhvdir. 89-un 3-cüsündə ship's milk. Bəli. Ship tək olsa da, cəm olsa da, yəni az olsa da, çox olsa da apostrof s olur, düzdür. Goose gives, bu da qeyri-adi cəmlənən isimlərdəndir. Apostrof s-dir, düzdür. The geese's noise was easily heard in the village. Qazların səs-küyü kənddə asanlıqla eşidilirdi. Yeli çaldı. 90-a baxsaq, yeli çaldan. Remedy nədir? Çarə, müalicə. I couldn't find that remedy in the chemist's shop. Chemist shop var, nədir? Aptek deməkdir, yəni kimyagerin bir növ dükanı, aptek mənasını verir və yeli çaldadır. Mən çarəni aptekdə tapa bilmədim. Aptek, chemist shop, yeli çaldı, götürdük. Everything is going to be. Gələcək zamandır bu. Is going to be, yeli çal deyil deyə içini götürə bilmədik. 3-də woman's smile, apostrof s, yeli çal, düzdür. Showed her kindness to man. Kişiyə onun mehribanlığını göstərdi. Düzdür. Anna's lesson will start tomorrow at 5. Ananın dərsi sabah 5-də başlayacaq. Ananın dərsi. Yeli çaldı 90-da. 1, 3, 4-də götürdük.
5-də amma the snow damaged field axı. Snow has damaged the harvest. Qar o məhsulun yığımını, yəni məhsulu damage, ziyan edib. Daha doğrusu ona ziyan vurub. 5-i götürə bilmədik çünki hasdır bu. 90-da cavabımız oldu 1, 3, 4. Axır testlərdəyik 5 dənəsi qalıb. The butcher's shop olsun. Qəssabın dükanı. It is-də bu olmaz. Men apostrophe s. Men's entrance kişilərin girişi. Men's entrance to the room. Kişilərin otağa girişi was prohibited. Qadağa idi. Yəni kişilərin girişi yəlik aldı. Anne's problem. Ananın problemi has not been solved yet. Hələ də həll olunmayıb. Ananın problemi yəlik aldı 91-də. 1-3-4 götürdük. 5-də amma affected. Bu feil daxı. The global warming has affected. Has'ın qısaldılmasıdır bu. The global warming has affected the environment. Global istiləşmə ətraf mühiti dəyişdirib. Ətraf mühitə təsir edib. Ona görə də o yeri çal olmadı. 92-də Earth's significant source of energy. Earth'dən sonra enerjidə də Azərbaycan dilində olur. 3-cü növ təyin söz birləşməsinin arasına qədər sözlər girsə belə, yəni 3-cü növ təyin söz birləşməsi. Yəni də amma Earth's enerjidir bu. Yer kürəsinin enerjisi. Arasına sözlər girib ki, significant source of energy. Yenə də yeri çaldı bu. 92-də 1-i götürdüm. Yəni yer kürəsinin vacib enerji mənbəyi for life, həyat üçün. Yer kürəsinin həyat üçün lazımi enerji mənbəyi comes from the sun, günəşdən gəlir. Yəni qısası yer kürəsinin enerji mənbəyi, yer kürəsinin mənbəyi. Yəni oldu yeli çal. 2-də creativity is hard. Creativity is had. Had varsa deməli bu has'dır. Creativity has had clear benefits for individuals and society over 20 years. Has had'dır bu. Məsələn, I have had breakfast. She has had breakfast. She has had benefits. Creativity has had benefits. Kreativliyin fərdlər və cəmiyyət üçün 20 ildən artıq benefits, yəni müavinətləri, xeyirləri olub. Burada yeli çal yoxdur. 92-nin 1-nə baxdıq, 2-sinə baxdıq, 3-də the EU's dependency on energy. European Union, Avropa İttifaqının enerjidən asılılığı, daha doğrusu on energy yox, on energy imports. Avropa Birliyinin enerji importlarından asılılığı, yəni enerji idxalından asılılığı has increased in the last few years. Son bir neçə ildə artıb. Yəni uzun sözün qısası EU's dependency. Avropa İttifaqının asılılığı. Bu yeri çaldı və düzgün formada işlənib. Düzdür. Ona görə 92-də 3-sə düzdür elə. 4-də amma from animal attack. Heyvan, animals, heç apostrof s-ni falan qoymayıblar burada. Iron was one of the best tools for civilizations to protect them from the animal attack. Dəmir sivilizasiyalar üçün ən yaxşı alətlərdən biri idi, onları heyvan hücumundan qorumağa. Dəmir sivilizasiyaları onları heyvan hücumundan qorumaq üçün olan ən yaxşı alətlərdən biri idi deyir, amma heyvan hücumu, heyvanın hücumu. In şəkilçisi yoxdur. Birinci növ təyin söz birləşməsi. Daha doğrusu ikinci növ təyin söz birləşməsidir bu, amma apostrof s-i yoxdur. Animals s apostrof olsaydı olardı. Ona görə 4 səhvdir. 92-nin cavabı oldu nə? 1, 3. 93-də deyir ki, every human being's success. Hər bir insan fərdinin uğuru olsun, yəli çaldım. Success isimdir də. The liver is an. Ciyər vacib bir orqandır. Apostrof s-dən sonra an article gəlib. 2 olmaz. Design apostrof s-dən sonra been gəlib. Has been under consideration. For a long time. Uzun müddət consideration altında olub, yəni üstündə fikirləşilib. Götür qoy edilib. Bu da has'dır bu. Yeri çal deyil. 4-də də ki, we know nothing about the company's new chairman. Company's new chairman. Şirkətin təzə chairmeni haqqında heç nə bilmirik. Yəni ona görə də apostrof s burada yeri çal göstərib. Chairman isə sədir deməkdir. Company's new chairman, şirkətin yeni sədri yəni.
yenə də yəli çaldı 93-də. Deməli 1 də götürmüşdük. 4-ü də götürə bilərik elə. 93-ün cavabı oldu 1 4. 94-ə baxaq. Money is not, daha doğrusu money has not always been. Been varsa bu hasdır da. Has not always been made of paper in the world history. Pul dünya tarixində həmişə kağızdan hazırlanmayıb. Hasdır bu yəli çal deyil. Today's high technology. Bugünün yüksək texnologiyası. Bugünün texnologiyası. Yəli çaldı. With today's high technology, people can easily get any information. Bugünün yüksək texnologiyası ilə insanlar istənilən məlumatı asanlıqla əldə edə bilərlər. Yəli çaldı, içini götürdük. These child's toys. These children olardı. These cəmdirsə, yanındakı da cəm olmalıdır. These children olardı. Ona görə səhvdir. This olsaydı yenə T-H-I-S. T-H-I-S. Onda düz olardı. 3 də səhvdir. 4-dən ma. An earthquake is a movement of the Earth's surface. Earth's surface, yer kürəsinin səthi. An earthquake, zəlzələ yer kürəsinin səthinin hərəkətidir. Görürsünüz, yəli çalın biri burada var. Səthinin, yer kürəsinin səthinin hərəkəti. Yəli çalın biri ofla düzəlib, biri apostrof s-lə düzəlib. İkisi də düzgün formada nətər lazımdır, işlənib. Ona görə 4 də düzdür. 94-ün cavabı oldu nə? 2-4. 95. The twins mother. 95-də biri götürək əkizlərin anası. Əkizlər cəmdə deyə s apostrofdur. Anası da bir dənədir deyə, bir dənədir də təkdədir. Olsun, 1. 2-də Charles opinions. Charles bir adamdır da, yəqin ki. Charles apostrof s olardı, s apostrof yox. The teacher's assignment. Müəllimin tapşırığı. Teacher apostrof s olsun. 4-də dentists. 4-də götürə bilməyəcəyik. Elə dentist apostrof s olardı da. Bir dənədirsə, diş həkimi bir nəfərdirsə. Amma çoxdursa da dentist s apostrof olardı yenə də. Bu s-ə ehtiyac qalmazdı. Deməli 95-in də cavabı nə oldu? 1 və 3. Baxdığınız üçün sağ olun. Növbəti mövzuda görüşəcək. Növbəti mövzuda article olmalıdır.